Assalamualaikum əziz izləyicilər. Dünyanı nə xilas edəcək? Bu zamanların sualıdır. Bu yaxınlarda tanınmış yazıçımız Seyran Səxavətə də bu sualı ünvanlamışlar. O belə cavab verdi ki, gözəllik öz hayına qalıb. O dünyanı xilas edə bilməz. Dünyanı sevgi xilas edəcək. Bilirik də gözəllik haqqında filosofların fikirləri çoxdur. Dostoyevskiyə aid olan bir fikir də var. Həqiqət xeyirxahlıqdır, xeyirxah gözəllikdir, gözəllik elə həqiqətdir. İnsan nə axtarır? Müdriklər nə axtarır? Həqiqət axtarır. Mütləq həqiqət yaradan özüdür da. Həqiqət axtaran əlbəttə xeyirxah olmasa nə həqiqət? Həqiqət elə xeyirxahlıqdır. İçindəki saflıqdır, insanlara orada məhəbbət də var. Məhəbbət olmasa xeyirxahlıq ola bilərmi? Bu baxımdan həqiqət xeyirxahlıq, xeyirxah da gözəllikdir. Söhbət yəni mənəvi gözəllikdən gedir. Elə mənəvi gözəllik, ruhi gözəllik də həqiqətdir. Burada əslən qalsa elə gözəllik xilas edəcək və sevgi xilas edəcək bunlar eyni məniyə gəlir. Çünki harada sevgi var, orada gözəllik var. Harada gözəllik var, orada sevgi var. Profesor Rafiq Əliyevə də bu sualı ünvanlayanda o bilirsiniz də Profesor Lütfuzadənin irsinin davamçısıdır. O belə cavab vermiş ki, elm xilas edəcək dünyanı, elm. Dedi ki, epidemiyada da bizi elm xilas elədi də. Yeni dərmanlar düzəltdilər. Epidemiyanın qarşısını aldı. Ümumiyyətlə, zaman-zaman epidemiyalar olub dünyada. Təbii ki, burada elmin böyük kömək olub. Bunu inkar eləmək olmaz. Elm, texniki inkişaf. Bunlarsız cəmiyyət mi ola bilər? İnsan elm elə cəmiyyətin əsasında durur da. Ancaq elm təkcə kifayət edə bilərmi? Elm böyük kəşflər imza ata bilir. Elm atomu kəşf edir. Amma atom bombasını kəşf edir. Xirosima və Nagasaki şəhərlərinin faciəsini unutmamalıyıq. İndi də nüvə müharibəsi təhlükəsi Demokrit qılıncı kimi bəşərin başının üstünü kəsdiribdir. Vaxtilə Səməd Vurğun insan dramında yazırdı ki, atını dörd nala çapdıqca zaval, qalib gələcəkmi cahanda Kamal? O zaman onu qınamışlar ki, Sovet dövründə Kamalın qələbə çalması inanmırsan. O da cavab vermiş ki, bəs bu dünyadakı bu müharibələr, bu fəlakətlər, bəs bunlar nədir? Səməd Vurğun narahatlıq bugün də aktualdır, daha aktualdır özdə. Gözümüzün qabağında görürsən ki, bir ölkə başqa ölkəyə təcavüz edir. Birləşmiş Millətlər Təşkilatda nəinki iflisdir, elə anadan ümumiyyətlə şikəst doğulur. Belə bir təşkilat yer üzündən tez silinsə yaxşıdır. Yeni təşkilat yaranmalıdır. Bərabər əsaslarla, 5 ölkənin hegemonluğu əsasında yox. Hər millətin öz hüququ olmalıdır, bərabər əsasında yaradılmalıdır. Məsələlər də səs çoxluğundan qəbul olunmalıdır. 5 ölkə dünyanın taleyini həll edir. Şimdi o 5 ölkənin fikri yox, bir ölkənin fikri də əsasdır, kifayət edir. Bəli, dağıcı silahlar elmin nailiyyətləri deyilmi? Elm nadiri siyasətin əlində təhlükə saçır. Son zaman görürük, dağıcı silahların istehsal yarış gedir. Bu baxımdan elm mütləq, elm adamları, elm nadiri siyasətindən də olmalı deyil. Elm adamları özü qula çevrilir dünyada. Ona görə təhrikdə elm dünyanı xilas etmək qüdrətində deyil. Vaxtilə böyük Zərdüş Peyğəmbər, ulu Peyğəmbərimiz Zərdüş, xeyirxah düşüncə, xeyirxah söz, xeyirxah əməl düsturunu car çəkirdi. Yəni, düşüncənizi, sözünüzü, əməlinizi xeyrə köklüyün. İçinizi dəyişin. Onda dünya da dəyişəcək deyirdi. Zərdüş Peyğəmbərin təlimi Şərqdə, Yunanda və digərdə böyük fəlsəfi təlimlərin əsasında durub. Bu ayrıca araşdırma mövzusudur.
Platon da dünyanın xilasını ədalətli, hikmətli rəhbərlərdə görürdü. Deyir ki, ya filosoflar ölkəni idarə etməlidir, ya da dövlət rəhbərləri filosof təfəkkür ruhlu olmalıdırlar. Bu, müdürlərin fikirləridir. Mahatma Gandhi də dəyişikliyi zorla yox, dinc mənəviyyat yolunda görürdü. Sufilər isə məlumdur, sevgiyə üstünlük verirlər onlar. Yəni, qəlb daxilən saflaşmalıdır, ilahi nurla işlanmalıdır, sevgi atmalıdır. Din də sevgi deyilmi? Din Allaha sevgidir, onun müqəddəslərinə sevgidir, insanlara sevgidir. Bəli, insanlar nəyə can atırlar? Həqiqətə, xeyirxahlığa, gözəlliyə, sevgiyə can atırlar. Elə bu kamillik nümunələridir. Əxlaqi gözəllik olmasa, həqiqətə, kamiliyə də yetişə bilməzsən. Müdriklər yolu göstəriblər. Yuxarıda göstərir ki, dünyanın xilas yolunu göstəriblər. Ancaq onu reallaşdıra bilməyiblər. Bax, indi dövrümüzün rəhbəri İmam Zamananın missiyası elə ondan ibarətdir. İmam Zaman əleyhissalam məhz bu missiyanı həyata keçirəcək. Zülmün, fəsadın mənəvəsinin əlindən bəşəri xilas edəcək. Necə də Qur'an-ı Kərim buyurduğu kimi ölü dünyanı dirildəcək. Yəni, ölü qəlbləri dirildəcək. İnsanlar ilahidən uzaqlaşanda, ədalətli dünya zülmlə dolanda, dünyadakı insanların qəlbini dirildəcək, zülmün kökünü kəsəcək. Əlbəttə, bu yol insanın öz içindən keçir. İnsanın gərək içini də dirildəsən, içini boyadasan. İmam insanın daxilindəki o ilahi gözəlliyi oyandıracaq, tamamlayacaq bu oyanışı. Genişləndirəcək və dünyaya tətbiq edəcək. Gözəllik bir ideyadır, əxlaq da bir yoldur. Nəticə də ədalətdir. İmam Zaman əleyhissalam bu prosesi həyata keçirən ilahi rəhbərdir. Sevgi də, elm də, əxlaq da, ədalət də, gözəllik də hamısı bir yerdə həyata keçirəcək. Deməli, İmam Zamanın dövrü hansı dövrdür? İnsanın daxili gözəlliyinin cəmiyyət səviyyəsində tam təzahür etdiyi dövrdür. Onun quracağı dünyanı Allah tez pay versin, indidən içimizdə qurmalıyıq. Yəni, ona hazırlıq etməlidir. İntizar fəlsəfəsi də budur da, ağanı gözləyən gərək içini, özün də dəyişə. Sən dəyiş, ətrafını da dəyişsin. Və get-gedə dəyişənlərin sayısı artdıqca cəmiyyət də dəyişəcək. Deyir, bir nəfər gəldi, istədi bütün dünyanı dəyişə, böyük ideyalarını yaşayır da. Gördü, dünyanı dəyişəmir, dedi, onda mən öz ölkəmi dəyişim. Gördü, ölkəni də dəyişəmir, deyir, onda deyir, şəhərimi dəyişim. Şəhər dəyişə də bilmədi, o fikirdən də vaz keçdi, dedi, məhəlləmi dəyişim. Məhəlləsini də dəyişənmədi, dedi, qohumları, əqrəbamı dəyişim. Gördü, o da mümkün deyil. Çoxu sözə reaksiya vermir. Axırda qərara gəldi ki, elə özümü dəyişməliyəm. Bəli, o nöqtə, dünyanın dəyişmə nöqtəsi elə öz içimizdən başlayır. Hər kəs öz içini dəyişsə, saflaşsa, durulaşsa, aydınlaşsa və ətrafı dəyişər və beləliklə dünya dəyişər. Yəni, dünyanı dəyişmək istəsən, özünü dəyiş. Özünü dəyişsən, dünya dəyişər. Beləliklə, inşallah, o dünyanı dəyişdirəcək, ədalət bayrağını qaldıracaq, hidayət bayrağını qaldıracaq İmam Zamanın inşallah zühur nöqtəsinə qədər özümüzü dəyişməliyik və bu yol o müqəddəs yoldur. Yolcu yolda gərək, Allah amanda.